Belə bir test nümunəsinə baxalım. Avtomobil nömrə nişanları, hərf və rəqəmlər, simvollar kombinasiyasından ibarətdir. Azərbaycanda avtomobil nömrələri region kodundan cəmi 74 variantda və 26 hərfli ingilis əlifbasının ixtiyari 2 hərfindən və 3 rəqəmli onluq ədədlərdən formalaşır. Ölkədə ən çox neçə avtomobilə nömrə təyin etmək olar? Gəlin bunun həllinə baxalım. Bildiyimiz kimi Azərbaycanda avtomobil nömrələri region kodu olur. Daha sonra ingilis əlifbasının 2 hərflərindən ibarət olur və sonda da 3 rəqəm olur. İndi baxalım. Bizə deyir ki, 74 variant region kodu olur. Gəlin birinci hissəyə 74 variant yazalım. Daha sonra 26 hərflik ingilis əlifbasının ixtiyari 2 hərf. Yəni bir hərf yerinə 26 biz variant istifadə edə bilərik. Çünki ingilis əlifbasının 26 variantından istifadə edə bilərik. Daha sonra isə onluq ədədlərdən, 3 rəqəmli onluq ədədlərdən istifadə edə bilərik. Burada da onluq ədədlər 0-dan 9-a qədər yenə 10 rəqəm eləyir. Burada da 10 vurulsun, 10 vurulsun, 10 formasında yazılır. Buradan da alırıq ki, 74 vurulsun, 26-nın kvadratı vurulsun, onun kubu. Yəni Azərbaycanda maksimum bu qədər avtomobil nömrəsi ola bilər. Yəni doğru cavab oldu bizdən E variantı.